Alçıpan ustası işi var yoldaşlar, alçıpan ustası işi var. Deməli, alçıpan ara kəsmə işlərini yerinə yetirəcək ustalara ehtiyacı var, ustaya ehtiyacı var. Deməli, 1000 manatlıq bir işdir yoldaşlar bu, əmək haqqısı. 8-dən 6-ya kimidir. 20-50 yaşlı bir şəxs olmalısınız. Bu, deməli yoldaşlar, Qaradağ və rayonunda və Sumqayıtda olmalıdır. Yəni 2 dənə bələdiyyənin filialları olmalıdır. Servisləri var bu arada. Əgər siz səhər saat 8-də işdə ola biləcək bir şəxsinizsə, bu işə müraciət etmənizi tövsiyə edirəm yoldaşlar. Əks halda məqsədə uyğun olmaya bilər. Çünki xüsusi vurğulayıblar bunu ki, yəni bu şərtləri qarşılayırsa əgər, vaxtında işdə ola bilirsə, belə deyim, bu işə müraciət etməyə məqsədə uyğundur. Yəni siz Qaradağ rayonunda və yaxud da Sumqayıtda yerləşən, Qaradağ rayonunda tikinti obyektidir yoldaşlar. Sumqayıtda yerləşəndə də metal konstruksiya sexidir. Yəni burada belə deyim də, sahəyə də Sumqayıtın firmasının belə deyim avtobusu ilə gəlmək mümkündür. Belə özəllikli belə bir iş var. 1000 manat alırsınız. Əlinizə gələn pul 1000 manatdır, amma normalda yenə əmək haqqısı yüksəkdir. Vergilər çıxıldıqdan sonra belə deyim də, kartınıza ödənilən pul 1000 manatlıq işdir. Bu işə də müraciət etməkdə çətinlik çəkirsəm, yaxud da digər işlərlə də tanış olmaq istəyirəm. Ümumiyyətlə, iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görsəz, kanala daxil olun, Toğrul Əzivada kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.